cemaline salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdu es-sena'u lillahi rabbil alemin. Vel akibetu lil muttaqin. Summa salatu ve selamu ala Resulillahil amin. A'ani Ebel Kasimi Muhammed. Allahümme salli ala Muhammed. Sallallahu aleyhi ve alihi ve sellem. Ve ala ehli beytihi tayyibine tahirinel ma'asumin. Siyama namusun dahir veliyyel asr Hüccet ibnil Hasan. Accelallahu Teala faracahu şerif ve la'netullah ala a'daihim ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. Esselamu aleyküm ve rahmetullah. Ağamız, seyyidimiz, Mevlamız, başımızın tacı, qəlblərimizin nuraniyyəti, İmam-ı Zamanın salamat olması, Nazənin qəlbinin bizlərdən razı və xoşnud olması, düşmənlərinin məhvi, zuhur və qiyamının təcillinə salavat hədiyyə elə. Allahümme salli ala Muhammed ve ali Muhammed. Xudavənd Mütəal gələn günlərimizi xeyr eləsin inşallah. İbadət, itaətlərimizi qəbul eləsin və bu mübarək ayda bağışlanmağa fürsət ki, yaradıb bizim üçün, bizləri də o fürsətdən yararlananlardan qərar versin inşallah. Bəhsimiz İsra surəsində Xudavənd Mütəal buyurur. Qul lav kana ma'ahu alihatun kema yaquluna izan labtagav ila zil arşi sabila subhanahu ve ta'ala amma yaquluna uluvan kabira. İsra suresi 42-43. ayələr. Yetişdik bura. Xudavənd Mütəal buyurur ki, de onlara, yəni mən onları müxatib qərar vermirəm, sən onlara de. De onlara, lav kana ma'ahu alihatun kema yaquluna, necə ki onlar deyirlər, Allah ilə başqa bir ilahi yanaşı olsaydı, izən, həmən vaxt, ləbtəğov ilə zil ərşi səbila, o da ərşə müsəllət olardı, o da ərşə sahib olardı. Yəni, ikisi də ərşə sahib olardı. Subhanahu və ta'ala amma yaquluna uluvvən kəbira. Xudavənd Mütəal buyurur ki, Allah bundan təaladır, uzaqdır və pakdır. Hansı ki, bunlar deyirlər. Allah uluvvədir, yəni ülvi məqam Allahındır və Allah kibriyai məqama sahibdir. Kibriya. Kibriya yəni kəbir, əkbər, böyük məqam Allahındır. Yəni həzrət sözü əslində elə Allahın özünə aiddir. Deyərlər Həzrəti Bari Taala. Yəni Allah. Həzrət sözü mənası huzur sözündəndir. Yəni Xudavənd Mütəal daim nədir? Məhzərdədir. Yəni biz Allahın, əlbəttə, biz Allahın daim məhzərindəyik. Burada bəzi şirk haqqında məsələləri dedik, qayıtmıram ora. Gəldik, yetişdik bu yerə ki, müşriklərin etirazları var Allaha. Müşriklər etiraz edirlər. Ya Peyğəmbərə, ya möminlərə. Etiraz edirlər. Onların etirazları bir dəfə elmidir, bir dəfə əməli. Əməli etirazı dedi ki, birincisi təəccübdür. Dedilər, əcəəllə,
Əcəələl alihətə ilahən vahidən innə hazələ şeyun ucab. Bunu biz təəccüb edirik. Yəni Allah Taala bir dənə oturub orada tək. Ümumiyyətlə insan içində də var. Təklik nədir? Vəhşət. Vəhşət zad illərdə insanı vəhşətə salan şeydir. Fiqhdə də var ki, nədir? Tək oturma, tək gezmə, tək səfərə çıxma, tək yemə, tək içmə. Yəni tək yatma. Bunlar hamısı nədir? Təklik Allaha yaraşar. Təklik qeyri Allahı vəhşətə salar. O şey ki, insanlarda var, əməli şəkildə var. İnsanlar deyir ki, Allah da tək olsa nədir? Allahın özü də vəhşətə düşər. Yəni tək elə bir ki, Allah oturub neyniyəcək tək? Həzrət Əmir əl-Möminindən belə bir rivayət ərz eləmişdi. Deyir, Allah var idi, amma heç bir məxluq yox idi. Məhcub əlağı. Buyurur ki, Allahı heç bir şey vəhşətə sala bilməz. Yəni qaranlıq Allahı, təklik Allahı vəhşətə sala bilməz. Yəni bunların etirazları idi ki, etiraz da ona görə deyirdi ki, desinlər doğrudan da o cürdür. Bilirdilər o cür deyil. Amma nədir? Özləri bir ilah qərar verməlidirlər. Çünki o Allahın dediyi bunlara sərf eləmir. Ona görə ondan uzaq bir dənə ilah o ilə paralel güya qərar verirlər ki, bu bizə deyir, biz belə eləyirik. Və elədiklərini nə edirlər? İlahi dona salırlar. Bəzi insanlar var, misal üçün o əməli eləmək istəyir, amma indi ona libas giyindirməlidir. Əgər möminlərin içindəsə iman libası giyindirəcək. Əgər namaz qılandırsa, möminlərin içində deyilsə, o da onlar kimi eləmək istəyirsə, mən eləsəm deyəcəklər namaz qılandır bu, ona nə deyib? Bu birisi libası giyindirəcək. Yəni insanlar o düz olmayan əməllərini eləmək üçün o mühitdə nədir? O mühitə uyğun libas giyindirirlər əməllərinə. Amma Allah Teala buyurur ki, nədir? Təqva libası daha yaxşıdır və libasu təqva xeyrun. Buyurur ki, təqva libası daha xeyirlidir. Bu bəhsi eləmişik. Biraz geridən gəldim. Gəldik, yetişdik bura 73-cü dərs. Buyurur, müşriklərin elmi etirazları da var. O dediklərimiz əməli etirazları idi. Buyurur, Rabbul aləmin, yəni Rabbul ərbab, ki Allaha deyirdilər, Rabbul ərbab. Ərbab, Rəbb sözünün cəmidir. Yəni yüzlərlə Rəbb var. Biz o Allahı inkar eləmirik. Peyğəmbərə deyirlər ki, biz sən deyən Allah ki var, o inkar eləmirik. Sadəcə olaraq kiçik-kiçik Rəbbilər var, o Rəbbul ərbabdır. Hamısını neynir? İdarə eləyir. Bu Rəbbiləri də o idarə eləyir. Bizim işimiz o Rəbblə əlaqə saxlamaq, onu ilə rabitəyə girmək deyil. Gücümüz çatmaz. Çətindir biz onu başa düşək. Biz ona görə bu Rəbbdən yapışmışıq. Yəni bu bizim yanımızdadır, bundan yapışmışıq. Ona əlimiz çatmır. Onsuz da doğrudan da çatmaz. İşin əvvəli düzdür, amma müğalitədir. Axırı səhvdir. Yadınıza gəlir, Muaviyyədən demişdim sizə, o Ruzi bəhsində. Muaviyyə yığdı cəmaatı, indi bunlar demək lazımdır bu. Xəzinəni dağıdır. Bu Muaviyyə Beytulmalı xəzinəni dağıdır. Sağa sola. Ürəyi necə istəyir? Hə, yığır, elə də dağıdır. İndi buna don giyindirmək lazımdır. Cəmaata nəsə demək lazımdır, yığır cəmaatı. Orada iki cümlə deyir. Birincini düz deyir, ikincini səhv deyir. Buna deyirlər müğalitə. Dedi ki, ay cəmaat, ruzi Allahın əlindədir. Düz deyir də. Allahın əlindədir. İkinci hissəsi. Neyniyim ki, sizə verməyib, mənə verim. Gördün? İkinci düz deyil. Amma birinci cümlə düzdür. Birinci cümləni deməsəydi düzü, ikincini yalandan heç nə uydura bilməzdi. İkisini də yalan deyə bilməz. Cəmaat qalxar üstünə. Qalxar üstünə. Amma nədir? O məcburdur ki, birinci cümləni düz desin. Deyir ki, ay cəmaat, ruzi Allahın əlindədir. Hamısı deyir, bəli, o cürdür, düz danışır da, Quran ayəsidir. Hə, neyinim ki, sizə az verib, mənə çox verib. Neyinim ki?
Yəni bu formada nə edir? Libas geyindirir. Elə bu ilə də hərəkətə keçir. İndi bunlar da belə deyirlər. Deyir, Rabbul Alamin, Rabbul Ərbabdır. Rəbbilərin Rəbbidir. Ona əl çatmaz. Onunla rabitəyə girmək olmaz. O çox ülvi bir məqamdadır. O belədir, o belədir, o belədir. O qədər, belə deyək, müminin də xoşuna gələn bir sifətlər Allah üçün sadalayırlar ki, ta aparıb onu servanta qoya bilsinlər. Onu yuxarıya əl çatmaz yerə aparıb qoya bilsinlər və qarşı tərəfdə desin ki, düz deyir də. O Allahla biz necə gerək rabitəyə? Düz deyir də. Əvvəlin düz deyir. Amma yenə deyirəm, ortası ilə axırı nədir? Yanlışdır. Bəs müşriklərin müğalitəsi var. Orada da bir neçə mətləb var. Birinci mətləb. Bəqərə surəsi 186. Və izə səələkə ibadi anni fə inni qaribun. Ramazan mübarək ayəsidir bu. Adətən axundlar, mollalar tribunadan, mənbərdən filandan Ramazan mübarəkdə bu ayəni danışırlar cəmaata. Deyirlər ki, və izə səələkə ibadi, mənim bəndələrim səndən soruşsa, ənni, mənim haqqımda soruşsalar səndən, fə inni qəribun, səndi yaxındır. Yəni, müşriklər nə deyirdilər? Əlçatmaz məqam, ülvi məqam, ülüvvən kəbira, çox uzaqdır, yaxınlaşmaq mümkün deyil. Allah Teala əksin deyir. Fəizə səələkə ibadi ənni fə inni qəribun, mən yaxınam. Hara parmağı qoymusunuz? Mən yaxınam. Qaf surəsində Xudavənd Mütəal 16-cı ayədə buyurur və nəhnu əqrabu ileyhi min hablir vərid. Şah damar. Buyur, şah damarınızdan mən sizə daha yaxınam. Məni hara apar qoymusunuz? Müşrikləri elə bil ki, Xudavənd Mütəal müşriklər ki, etiraz edir, etirazları elmidir. Allah Teala da bunları elmi cavab verir. Mən uzaq deyirəm. Mən yaxınam. Hə, yenə deyirəm. Allahı tanımaq o cür ki, lazımdır. Elmi və əqli yolla. O cür ki, lazımdır. Zatını. Əlbəttə ki, mümkün deyil. Ki, heç mahaldır. Allahın zatını heç kəs başa düşə bilməz. Hətta Rasulullah belə nə deyir? Allahın zatını bilmir. Yəni, mümkün deyil də. Allahın zatını. Qeyri Allah. Allah özündən başqa. Kimsə Allahın zatını bilsin, başa düşsün ki, mümkün deyil. Yenə deyirəm, amma mümkün deyil. Heç mahaldır. Bu, heç bu qanundur. Bunu elə biz də deyirik. Bunu elə Rasulullah da deyirdi. Ki, Allahın zatını dərk etməyə insan gücü çatmaz. Nə əqli, nə elmi, nə başqa. Əlbəttə ki, qəlblə istəsən, o da qəlblə Allahın zatını yox. Allahın varlığını qəlblə nə edəcəksən, dərk edəcəksən. Ustad buyururdu ki, Ləntərani ki, ya Musa, məni heç vaxt görməyəcəksən, ey Musa, ki, orada deyirlər, lənləni cəzmidir, yəni inkardır. Nəhyidir və əbədi. Yəni, heç vaxt görməyəcəksən məni. Ustadımız buyururdu ki, yox, mümkün deyil. Yəni, əgər sən deyirsən ki, əbədən görməyəcəksən məni, yəni, hətta nə əqli, nə elmi, hətta qəlbi belə məni görməyəcəksən, deməli, o Allah yoxdur. Ki, Allah o haqda nə deyir? Danışır. Bu cür deyil. Allah Teala, bəli, elmi dərk olunmaz, əqli dərk olunmaz və s. Əql nəkarədir ki, məxluqdur əql. Gəlib öz xaliqini o cür ki, lazımdır, dərk edə bilməz. Elm də onu nədir? Çatdıra bilməz. Fəlsəfə də onu çatdıra bilməz. Nə irfani, nə fəlsəfi, nə elmi, nə əqli. Heç bir yolla insan nədir? Gedib oraya çata bilməz. Yeganə bir dənə yol var, o da qəlbi yoldur. Ki, insan qəlblə Allahı nədir? Dərk edə bilər. O da, yenə deyirəm, zatın yox. Zatın yox, zatı mümkün deyil. Niyə? Qəlb mücərrəd olsa belə, maddə olmasa belə, metafizika olsa belə,
Allah da metafizikadır, mücərrəddir. Nə olsun, bu da mücərrəddir, o mücərrəddir. Amma bu naqis mücərrəddir, o kamil mücərrəddir. Naqis kamili nədir, o cür ki, lazımdır dərk edə bilməz, mümkün deyil. Variantı yoxdur. Bir kəs yaxud bir şey Allaha yaxınlığı barədə istəsən bəhs edəsən ki, yaxındır, nəqlən və əqlən, həm nəqli baxımından ki, yəni kitabda yazılıb, həm əqli baxımından özü nədir? Özü dəlildir ki, Allahın zatını dərk etmək mümkün deyil, yəni yazılıb nəqli kitablarda və həm də əqli. Quranda ayə var. Xudavənd Mütəala buyurur ki, mən o ayəni qeyd etməmişəm burada. Allah Teala buyurur ki, o gözləri dərk edər, amma gözlər onu dərk edə bilməz. Orada göz deyəndə Xudavənd Mütəala bu gözü demir. Bəsirət gözünü deyir. Yəni qəlbin gözü. Qəlbin gözü onu dərk edə bilməz. Görə bilməz yox ha. Dərk edə bilməz. Dərk etmək onun zatına aiddir. Amma Əmir əl-Möminin soruşanda ondan, Əmir əl-Möminin buyurur ki, vay olsun sənə. Mən görmədiyim Allaha ibadət etmərəm. Hansı gözü? Yəni qəlb gözü. Bəli, qəlblə insan Allahı görə bilər. Məsələn, təyyarə qəzaya uğradı. Neçə nəfər idi? 30 neçə nəfər? 30 neçə nəfər deyəsən sağ qaldı içində. Bu Allahın nişanəsi idi. Allah özünü sübut elədi. Allah özünü ispat elədi ki, göydə dəmir parçası partlayır, yəni yerə düşə-düşə partlayır və içindən bu qədər adam sağ çıxır, ölmürlər. Allah ölənlərə rəhmət eləsin. Yəni, neyi demək istəyirəm? Allah Teala özünü ispat edir. Bu cür Allahı görmək nədir? Mümkündür. Amma Allahın özünü görmək, nəuzubillah, əleyyazubillah ki, qəlbən belə nədir mümkün? Deyil, Həzrət Əli əleyhissalam da onu demir. Belə bir söz deyirlər bu müşriklər. Deyirlər ki, Allah Teala mütləq qüdrət sahibidir. Əgər bütpərəstlik batil olsaydı, Allah ona mane olardı. Çox belə cılız bir dəlil ortalığa qoyurlar. Zahirən belə cılız balaca bir misalla deyim sizə. Dəstəmazsız namaz qılmaq olmaz. Namaz batildir. Yəni, əməlin özünü sən dəstəmazsız eləyərsən, əməlin ruhu qəbul olmayacaq. Nəinki bu mənada dəstəmazsız namaz qılmaq olmaz, yəni mənim indi dəstəmazım yoxdur, yaxınlaşım, çünki namaz qılım, qıla bilməyəcəyəm. Məni orada öldürəcəklər, vuracaqlar, məndən kəsəcəklər, sən qıla bilməyəcəksən. Yox, dəstəmazsız qıla biləcəksən. Yəni, sən əməlin özünü eləyəcəksən, amma əməlin o ruhu ki var, qəbul olmalıdır, o olmayacaq. Bunlar deyirlər ki, demirsiniz Allah Teala mütləq qüdrət sahibidir. Mütləq qüdrət sahibidirsə, ki, bəli sahibidir, biz bütpərəstik, bütün qabağında əylirik, onun yox, qoymasın da məni. Mənə mani olmursa, deməli bu qəbuldur. Bu yol düzdür. Nə batil əqidədir bu. Hansı elm bunu nədir? İspat eləyə bilər. Hansı ağıl bunu ispat eləyə bilər? Heç bir ağıl və elm ispat eləyə bilməz. Qəlb özü bunu inkar eləyir. Hətta ağıl özü bunu inkar eləyir. Nə ki ispat eləyir ha? Ağıl bunu inkar da eləyə bilər. Ki, yəni, belə deyək, hansı yerə sığar? Deyir ki, məsələn, benzinlə işləyən maşın dizel töksün işləyər, işləməz. İşləməz də, bu yəni fakt işləməz. Tökərsən, o xarab olar. Bu başqa misaldır. Amma sən deyirsən ki, Allah mütləq qüdrət sahibidir. Mən də bu bütpərəstliyi eləyirəm. O mənə mane olmursa, yəni əyilib dura bilirəmsə bütün qabağında, mənə mane olmursa, deməli, mən batil deyiləm, mən haqqım. Bu da müşriklərin verdiklərinə
Cavab. Bir dənə mühüm bir mövzu var bu şirk bəhsində. Məcburam ki, onu eləyəm. Mühüm bir mövzudur. Biraz diqqət istəyir. Biraz əqli düşüncə. Biraz belə deyək, çox hissəsi elmidir. Çalışarıq ki, Allahın lütfü ilə nə qədər bacararam, o bəyanla ərz edəyəm inşallah bunu. Xırda-xırda daxil oluruq. Əslində bu məsələ ki, mən də ərz elədim, bunlar öz elmi əqidələrini Allaha təhmil edirlər. Təhmil. Bəzən belə olur. İnsan Allahın qanunu olmayan bir şeyi insan özü qanunlaşdırır. Sonra da təhmil edir Allaha. Yəni, belə deyək, güya Allah deyib bunu. Güya bu Allahın qanunudur. Qoyub Allahın qanunlarının içinə. Yəni, təhmil deyirlər ona. Və qâlellezîne əşrəkû. Bu üç əqidə vardı da bizdə. Cəbri məzhəbdir, Mötəzilədir. Bir də ikisinin ortası, yəni biz. Cəbri məzhəb kimi idi. Onlar ki, işlərində məcburiyyət deyirdilər. Yəni Allah bizi yaradıb, bizdən əl çəkməyib, biz heç nə eləmirik, o eləyir. Yəni bir nəfər şərab içirsə, o şəraiti yaradıb mən içmirəm. Mən məcbur yaşayıram. Mötəzilə deyir ki, cəbr sözünün mənası nədir? Məcburiyyət. O elm var, elmi cəbr elmi, həndəsə cəbr. Ona görə onun adını görə cəbr qoyublar. Əşəri deyirlər. Hə, onlar əşəridir. Niyə onlara cəbri deyirlər? Yəni cəbrə cəbr deyirlər. Çünki cəbrən 2 vur 2 bərabərdir 4-dür. Cəbrən dəyişməz. Humanitar deyil, dəqiq elmdir cəbr. Cəbirdə heç bir şey dəyişiklik olmur. Bildiniz? Ona görə cəbr elminin adını cəbr qoyublar. Yəni məcburən 3 vur 3 9 eləyəcək. Cəbrən eləyəcək. Ona görə adı cəbirdir. O əşəri. Bu birisi tərəf nədir? Tam tərsi. Mötəzilə. Mötəzilə əzl sözündəndir. Məsələn, Allahdan belə deyək, işi götürürlər. Allahdan. Deyirlər ki, Allah bizi yaratdı, getdi ərşə, oturur orada istirahət edir, yorulub da, məxluqatı xəlq edib, yorulub Allah. Oturub orada, biz də ki, özümüz bilərik. Kim nə bilir, eləyir. Mötəzilə, əzl. Yəni, deməli, bəs əşəri nədir? Tam Allah. Mötəzilə, tam insan. Orada Allah müstəqildir, insanlıq bir şey yoxdur. Burada insan müstəqildir, Allahlıq bir şey yoxdur. İmam Cəfər Sadiq ağa buyurdu ki, bəl əmrun beynəl əmreyn. Bəlkə nə odur, nə bu, nə cəbirdir, nə mötəzilə, bəlkə ikisinin ortasıdır. Yəni, biraz, yəni 50 belə deyək, Allah müstəqildir, 50 insan müstəqildir. Bunu başqa cür başa düşməyək ya, müstəqildir, 50 Allah, yəni 100% müstəqildir, nəuzubillah, əleyyazubillah. Yox, bu mən şeylə, belə deyək, məhsusi misal kimi ərz elədim. Yəni Allah Teala buyurur ki, təkvinən hər şey mənlikdir, 100%. Təkvinən. Təşriən. Sənə biraz nə vermişəm? Faili muxtarlıq vermişəm. O da yolun seçimində. Ki, cənnətə gedəcəksən, yoxsa cəhənnəmə gedəcəksən. Yəni, düzlə əyrinin seçimində sənə vermişəm. Yoxsa, dünyaya gəlmişsən. Hə? Dünyaya gələn kimi baxırsan aləmə, böyüməyi var. Oğlansan əskər getməyi var. Qızsan ərə getməyi var. Nə bilim, ruzu dalıcan getməyi var. Əzabı var, əziyyəti var. Uşaqlar oldu, sonra ev tikməlisən. Nə bilim, qız oldu, 30 min, 40 min cehiz verməlisən. Məndən nə eləməlisən?
uşaq da indi dünyaya gəl. Böyümək istəmirəm mən. Hə, 100 indi nə qədər yaşayacağam, hə? Amma böyümək istəmirəm. Bu sənlikdir. Bu da cəbirdir. Böyüyəcəksən. Hə, bu tərəfdən. Hə, indi cənnətlə cəhənnəmin seçimi. Allah deyir, o da mənlikdir. O da mənlikdir, o sənlikdir. İndi buyur sən seç. Mən sənin qabağına çıxartacağam naməhrəmi. Və mən istəyirəm ki, o sənin qabağına çıxanda sən yetişəsən, kamilləşəsən, cənnətə gedəsən. Çünki o sənin qabağına çıxmasa, sən o inkişafı eləyə bilməyəcəksən. Ruhi inkişafı eləyə bilməyəcəksən. O görə sənin qabağına çıxsın ki, sən inkişaf eləyəsən. Niyə? Çünki sən insansan, səndə ağıl və nəfs bir-birinə əks olan məxluq var. Və bu çəkişmə səbəbindən insan qalxır ya enir. Ona görə gərək naməhrəm qabağına çıxar. Naməhrəm qabağına çıxdı. Baxmamaq mənim əmrimdir. Baxmaq nəfsin əmridir. Kimin sözünə baxacaqsan? Mənim sözümə baxdın, mən səni yetişdirəcəyəm. Mənim yox, nəfsin sözünə baxdın, nəfsi mənə Rəbb kimi şərik qərar verəcəksən. Olacaqsan müşrik. Çarpışma buradadır, hərəkət buradadır. Hə, bunlar nə deyirlər? Nəhl surəsi 35. Və qaləl-ləzinə əşrəku. Əşrəku yəni müşriklər. Deyir, müşrik olan kəslər belə dedilər. Ləv şəəlləh. Əgər Allah istəsəydi, ma əbədna min dunih. Biz ondan başqasına ibadət etməzdik. Allah istəsəydi, etməzdik. Min şeyin nəhnu və la abauna. Nə biz, nə babalarımız. Qoydular Allahın da boynuna. Bayaq dedim ha, dedilər ki, mütləq qüdrət sahibidir. Mütləq qüdrət sahibidirsə, bizi qoymamalıydı, mani olmalıydı. Mən bütün qabağında əyləndim, mənim başıma daş salıb, məni öldürmədisə, mani olmadısa, deməli, batil dövrəm, düzəm. Bu əqidəni Cəbriyun hardan götürüb? Yəni, o qüdrətlə gəliblər, dedim axı. Fikrin əvvəli nədir? Haqq olmalıdır ki, fikrin axırını neynəsinlər? Batil əqidələrini yeritsinlər insanların zehninə. Mən deyirəm Cəbriyuna. Cəbriyun həmən bu vəhabilərdir də, sələf. Sizdə əqidə necədir? Deyirlər ki, Cəbri məzhəbik. Cəbri məzhəb nə deməkdir? Cəbri məzhəb yəni Allah bizi yaradıb, bizlik heç nə yoxdur, hər şey onluqdur. Yaxşı, hər şey onluqdursa, hə? Mən şiəyəm, sən mənə rafizə deyirsən, müşrik deyirsən. Nə ixtiyarım var? Bir. İkinci. Əgər bu əqidə ilə mən cəhənnəmə getəcəyəm, sənə nə? Üç. Sən niyə təbliğ edirsən məni o yola? Halbuki deyirsən Cəbri məzhəbik. Əqidə cəbridirsə, kəlamda əqidə cəbridirsə, fiqh dondurulur. Sən deyə bilməzsən fiqhdə əlin bağlı olmalıdır, əlin açıq olmalıdır. Fiqh yoxdur. Niyə? Çünki Cəbri məzhəbdir axı. Cəbri məzhəbsənsə, ixtiyarın yoxdur sən. Cəbri məzhəbimsə, mənası nədir? 10 milyard insan var. 1 milyardda məzhəb. Hər 2 nəfər orada bir məzhəb, 3 nəfər orada bir təriqət, 5 nəfər burada bir cərəyan, bildin? Heç kəs də etiraz eləyə bilməz, əgər həqiqətən də Cəbri məzhəb haqdır. Heç kəs deyə bilməz heç nə. Və sən niyə deyirsən? Mənbərdən qışqırırsan ki, etmə bunu, etsən müşriksən. Tribunadan qışqırırsan, aləmdə belə eləyirsən. Allah deyəni öldürürsən, deyirsən ki, yalandan Allah deyirsən. Mən bilirəm sənin qəlbində Allah yoxdur. Bəs mən danışanda deyirsən ki, sən hardan bilirsən elmi qeybi? Sən elmi qeyblə danışırsan. Əli deyənin dilini daldan söküb çıxartırsan. Boynun sökürsən, dilini daldan çıxartırsan. Əli dediyinə görə. Bəs sən bunu ixtiyarın yoxdur eləməyə bunları. Niyə? Çünki sənin məzhəbin cəbridir. İxtiyarın yoxdur. Əksi nədir?
Mötəzilə budur ki, Allahlıq burada bir iş yoxdur. Əgər Allahlıq bir iş yoxdursa, deməli Allahın qanunu da yoxdur. Əgər Allahın qanunu yoxdursa, hə, sən nə qanun belə deyək mənbərdə, tribunada cəmaata deyirsən, dəstəmazı belə alın. Niyə deyirsən ki onu? Və demirsən Allah gedib istirahətə? Allah istirahətə gedibsə qanunu da yoxdur. Və kim nəzarət eləyir? Allah istirahətə gedibsə kim nəzarət eləyir? Bu işlər kimin əlindədir? Bu yandan da özün deyirsən ki, nədir? Mütləq qüdrət sahibidir. Mütləq qüdrət sahibidir, amma gedib oturub da baxmır bizə, bizi ilə işi yoxdur. Biri burada acından ölür, birinin uşağı gül kimi ağappaqdır, birininki gül kimi qapqərədir, birininkinin 2 ayağı yoxdur, birininkinin 2 gözü yoxdur, birinin 8 barmaqdır, biri 12 barmaqdır. Hə? Kim nəzarət edib? Onda Allah yoxdur, nəuzubillah, əleyhazubillah. Sən deyəndən belə çıxır. Kim nəzarət edir bu aləmdə? Əgər həqiqətən də nəuzubillah, əleyhazubillah, Allah ruziyə məsələn nəzarət eləmirsə, hə? Onda bu insanların hamısı acından ölməli idi ki. Adi elə bu Coviddə ağzımız bağlandı, oturduq evdə. Damdan töküldü, yerin altından çıxdı, sağdan gəldi, soldan gəldi. Günə 10 manat işləyən oğlanlar 2 ay oturdular evdə. Azından bir 800 xərcləyəcəkdilər, 1600 evlərində heç 18 manat yox idi. Bu necə oldu, hardan gəldi, hardan yedilər, hardan içdilər, niyə ölmədilər bunlar acından? Kimin ruzisi hardan gəlir? Nəzarət var. Allah qüdrət sahibidir, bəli, mütləq qüdrət sahibidir. Allah nəzarət edir. Nə Cəbri məzhəbdir, nə Mötəzilə məzhəb. Ən'am surəsi 148. Qul həl indəkum min ilmin fətəxrucuhu ləhə in təttəbi'unə illəzzən. Allah Teala Peyğəmbərə buyurur Ən'am 148-in bir hissəsində. Ayənin ortasını ərz edirəm. Qul həl indəkum min ilmin fətəxrucuhu ləhə. De onlara, sizin yanınızda bir elm var, o elmdən bunu istixrac eləmişsiniz, bu fikri istixrac eləmişsiniz. Yəni bu fikir ki söyləyirsiniz, bu fikir hardan çıxıb? İndi mən sizə bir söz deyim. Biz ki deyirik ya Allah var. Bu Allah varı bizə kim deyib? Bir elmi mənbə olmalıdır ki biz o elmi mənbəyə istinadən, ona əsasən deməli ki nədir? Allah var. Bizim üçün o elmi mənbə Qur'andır. Ki Peyğəmbər Qur'anı təsdiq eləyib, Qur'an Peyğəmbəri təsdiq eləyib. Bunlar ikisi bir-birini təsdiq eləyiblər. Ağa Rasulullah nə deyir? Deyir, mən sizi tərk edib gedirəm, sizin aranızda 2 şey qoyuram. Bir mənəm, bir əhl-i beyt. Özü də əhl-i beytin içindədir də. Müəllif kitabı, kitab müəllifi təsdiq eləyir. Bu böyük bir mövzudur. Mən balaca daxil oluram bura. Təsəvvür edin. Siz hardan bilirsiniz ki, Peyğəmbər pakdır? Kitab təsdiq edir. Kitab deyir ki, Peyğəmbər nişanələri bunlardır. Olan hamısı da tarix təsdiqləyir ki, bu kişidə var. Şimdi o kitab nə kitabdır? Peyğəmbər deyir ki, o kitab belə bir kitabdır. Bu da onu təsdiq edir. O da bunu. İndi Peyğəmbər əgər düz deyirsə ki, düz deyir, götürdüyü kitabın başdan ayağa əməl eləyib. Qur'an ki, deyir Rəsulullah kimdir? Ki, əgər düz deyirsə ki, bəli, düz deyir. Qur'an deyir ki, Rəsulun, Rəsulluq nişanələri bunlardır. Biz də baxırıq ki, bu kişidə bunlar var. Deməli, bunlar nədir? Musaddiqən beynə yədək. Nə gözəl cümlədir Qur'anda. Musaddiqən beynə yədək. Beynə yədək, yəni qabağında olan. Peyğəmbər əlində olanı musaddiqən təsdiq edir. Qabağında olan da kitab
onun özünü təsdiq edir. Təsəvvür edin, Əmir əl-Mömininin haqqında heç nə bilmirsiniz. Bilmirsiniz heç nə. Heç adını da belə eşitməmisiniz. Əmir əl-Möminin heç adını da belə eşitməmisiniz. Bir kişi onun haqqında sizə bir söz deməyib. Sənə bir dənə kitab verirlər. Deyirlər, bu kitabı veririk sənə. Bu kitabın müəllifi haqqında bizə danış. Amma müəllifi haqqında tarixi bir heç nə yoxdur. Tarixdə heç nə yoxdur. Deyir, kitabın adı nədir? Deyir, kitabın Nəhcül Bəla. Bu oxu kitab. Kitabı başdan ayağa oxursan, sonra soruşurlar səndən bu müəllifi haqqında. Deyir, mən belə başa düşdüm. Bu kitabın müəllifi böyük qəlb sahibidir. Bu kitabın müəllifi böyük səbir sahibidir. Bu kitabın müəllifi böyük ağıl sahibidir. Böyük şücaət sahibidir. Böyük mürəvvət sahibidir. Böyük elm sahibidir. Böyük belə sayır. Amma bilmir əli kimdir. Heç bir tarixdə heç bir şey oxumayıb haqqında. Amma kitabın, müəllifin kitabını oxuyanda bilir ki, o kimdir? Kim yaza bilər bu kitabı? Kim deyə bilər bu sözləri? Çünki bu sözlər milyard tonlar su süzülər gələr bir damcı qalara. Bu kitab həmən o damcıdır. Həmən o qətrədir milyonların içindən elə bir çəkidəsi, soku belə deyək. Təmizlənmiş, şəffaf, göz yaşı. Oradan bilirsə müəllif kimdir. Kitab müəllifi nə edir? Təsdiqləyir. Müəllif də bir kitab yazır ki, həm kitabı təsdiqləyir, həm də kitab özünü təsdiqləyir. Amma Quran belə deyil. Quran Allahın sözüdür. Peyğəmbər də Allahın nə idi? Rəsm əsəri. Peyğəmbərə verib kitabı, Quran-ı Kərimi, öz kitabını Allah Teala ki, apar ver cəmaata. Peyğəmbərə Allah Teala Quranı verəndə o kitabı, göy o kitabdan boşalmayıb. Verib, Peyğəmbər verib kitabı, Peyğəmbərdən boşalmayıb. Bilirsiniz necə? Bax, mən kitabı verirəm sənə, orijinal kitabdır da. Mən verirəm Peyğəmbərə. Bu belə deyir ki, mən bunu Peyğəmbərə verdim. Peyğəmbər orada bir nöqtəni dəyişdi, verdi sənə. Sən də ver ona. Sən də bir nöqtə dəyişib verdin ona. Hə? Kitab olacaq. Təhrif. Amma Allah Teala buyurur ki, Quran belə deyil. Quranın bir ucu oradadır, bir ucu burada. Yəni, əstəğfirullah, nəuzubillah, misal ərz edirəm. Əqli şeyi başa düşmək üçün hissi misal. Bu 10 dənə notariusdan keçib. 10 dənə notariusdan keçib. Yəni 9 dənə sənə deyilsə belə, orijinal buradadır. Yəni o mən verəndə məndən boşalmayıb ki, siz neysə orada bir dənə cild kitab deyil, yəni mən verim, da məndə yoxdur. Sabah oradan bir dənə nöqtə dəyişəsən və mən onu isbat eləyə bilməyim ki, orada nöqtə var idi. Aydın deyil? Bunu ərz edirəm. İn təttəbi'unə illəzzən. Bunlar deyir zənnindən başqa bir şeyə tabi olmadılar. Bunlar yapışıb qaldılar zənnidə. Allah Teala da Quranda buyurur ki, zənn heç bir şeyi, yəni heç bir şey zənnin vasitəsilə qəni olmur. Zənn eləyirəm ki, 2 vur 2 bərabərdir 5. Zənninlə deyil. Elm lazımdır. Yəni zənn heç bir şeyi qarşı tərəfdə iğna eləmir, qəni eləmir qarşı tərəfi. Yəni qarşı tərəfə kifayət eləmir zənn. Gümanım belədir, yox gümanla olmaz. Zənn eləyirəm, yox zənnlə olmaz. Gərək nə deyəsən, dəqiq danışasan. Nəyə görə qeybətə icazə vermirlər? Çünki qeybət zənnidir. Qeybət elmi deyil, zənnidir.
bütpərəstlərin dəlilləri. Qalsın burada. Elhamdülillah Rabbil Alemin. Peyğəmbər və əhl-i beytinə səlavat. Allahumma salli ala Muhammed və ali Muhammed.